Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir kondisioner pultunu gətiriblər təmirə, donub qalıb. Belə deyə, buradan racing eləsə işləyər, amma başqa bir problem var. Ortanı, nəticəni bir yerdə izləyək. Koreyanındır, yəni orijinal üstündə gələn pultdur. Zamokları sındırmamaq şərti ilə açdıq. Böyük bir prosessoru var. Ancaq naturallarda belə bir prosessor olur. Diqqətlə baxsaz, prosesorda oksisleniya var. O da ondan irəli gəlir ki, keyfiyyətsiz batareyka qoymaqdan. Hər bir hissəni ayrı-ayrılıqda təmizlədik, sxemaya hələ əl vurmamışıq. Keyfiyyətsiz batareyka bilməkdir. Yəni, buradan oksisleniya düz prosesora kimi gedir. Dəmirin parlaqlığını özünə gətirdik. Sxemada olan sürüntünü aradan götürdük. Orijinal kömürünü vurduq. Yəni, hamısı bu boydaydı. Ondan, bunlardan biraz böyüdü. Bu kömürlər qarantiyalıdır. Hal-hazırda laboratorun adaptora qoşmuşuq. Beyni oxuyuruq. İş fəaliyyətində gecikmə yoxdur. Demək, bu da nəticə. Fəsildən fəsilə keçir. Temperatur azalır, çoxalır. Pultlarda havalıq olur, üstə Koreya yazılır. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.